Salam dostlar, bax, qarşımızda bu kitab var, ingiliscədir, dili çox çətindir, ədəbi dildədir, çox çətin ədəbi dildə və Henry James, The Wings of the Dove, yəni göyərçinin qanadları əsəridir. Yəni bu olduqca çox çətin bir yəni kitabdır. İnşallah bunu yavaş-yavaş oxuyub tərcümə eləyərik. Deməli, mən 8-ci səhifədən başlayacağam. Səbəbini bilmirəm niyə, yəni bura qədər oxumuşam. Sadəcə gəlin mən harda qalmışam, hardan tərcümə edirəm, oradan sizə oxuyum. Deməli, buradan başlayaq. It was at least as marked, nevertheless, that he derived none from similar conditions. Deməli, bu ən azından İngiliscə belə bir xüsusiyyəti var. Bizim dil kimi deyil, yəni ardıcıllığı. Ona görə ola bilər ki, çox qəribə gəlsin sizə tərcümə. Sadəcə beynimizdə o parçaları birləşdirib Azərbaycan dilinə tərcümə edərik. It was, yəni at least as marked. Bu ən azından göstərildiyi kimi idi. Nevertheless, yenə də that he derived. O deyir ki, derived, yəni əldə elədi. Derived none, heç bir şey əldə eləmədi. Heç bir şey əldə eləmədi. From similar conditions, yəni oxşar şərtlərdən heç bir şey əldə eləmədi. So far, yəni so far as, yəni bu nə deməkdir? Yəni nə qədər ki, hər nə qədər ki, they were similar, onlar oxşar idi. In his other child, öz başqa uşağındakı kimi. Poor Marian might be handsome. Yoxsul Marian, zavallı Marian, yəni gözəl ola bilər. But he certainly didn't care. Ancaq o kesinliklə yəni bunu önəmsəmirdi. The hitch here of course was that, yəni buradakı əngəl nə idi əlbəttə ki? O idi ki, with whatever beauty, hansı gözəlliyə malik olsun, her sister, onun bacısı, widowed and almost in want, yəni dul və nəredeysə ehtiyat içində, with 4 bouncing children, yəni 4 gözəl uşaqlarla birlikdə, was not a sensible value, çox məntiqli, ağla yatqın bir dəyər halında bir deyil idi də, yəni biri deyil idi. She asked him the next thing. O ondan soruşdu, nəyi? The next thing, növbəti bir şeyi. How long he had been in his actual quarters. O nə qədər qalmışdı öz əsl, yəni quarters, yəni otağında, yaşamaq üçün otağında. Though aware of how little it mattered. Baxmayaraq ki, ondan yəni xəbərdar idi. Nədən? How little it mattered. Yəni bu nə qədər maraqlıdır, yəni nə qədər vacibdir onun üçün. How little any answer he might make. Yəni hansı bir cavabı, kiçik də olsa bir cavabı əldə edə bilər. Yəni bu suala cavab verə bilər. Yəni bütün bunlar will probably have in common with the truth. Ola bilsin ki, həqiqətlə bir bağlantısı var idi, yəni ortaq nöqtəsi vardı. She failed in fact to notice his answer. O başarıya uğramadı, başarısız oldu. Yəni nə barədə? Onun cavabını sezmək, fark etmək baxımından. Truthful or not. Doğru ya da yanlış. Already occupied. Artıq zehni məşğul olmuşdu. Nə ilə? As she was with what she had on her own side to say to him. Yəni fikirləşirdi, görsün ona nə desin. This was really what had made her wait. Yəni bu həqiqətən onu gözlətdirən bir şey idi. What superseded the small remainder of her resentment. Nə ki yerini almışdı, nəyin? Onun resentment, yəni hirsinin, əsəbinin yerdə qalan kiçik hissələrini. At his constant practical impertinence. Yəni onun daimi praktiki küstahlığında olan, yəni öfkədən qalan o balaca hissəcikləri nəsə bu əvəz eləmişdi. The result of all of which was that within a minute she had brought it out. Hansı cümlə biraz məntiqsizdir, sonra tərcümə eləməyəcəm. Yes, even now I'm willing to go with you. Bəli, hətta indi də mən razıyam, yəni istəkliyəm sizinlə getməyə. I don't know what you may have wished to say to me. Mən bilmirəm siz mənə nəyə arzulanmış ola bilərsiniz demək üçün. And even if you hadn't written, you would within a day or two have heard from me. Things have happened. Olaylar baş verdi, hadisələr. And I've only waited for seeing you till I should be quite sure. Və mən də artıq yalnız gözləmişəm nəyi səni görmək üçün. Till I should be quite sure. Tam əmin olana qədər. Tam əmin, yəni quite sure. I'm quite sure. Mən tam əminəm. I'll go with you. Mən səninlə gedəcəm. It produced an effect. Bu təsir, yəni türklərə etki yaratdı. Təsir yaratdı. Təsir qoydu. Go with me where? Mənimlə hara getmək? Anywhere. İstənilən yerə. I'll stay with you. Mən səninlə qalacağam. Even here, hətta burada.
She had taken off her gloves. O əlcəklərini çıxartdı. And as if she had arrived with her plan. Sanki as if she had arrived, onun planı ilə gəlmişdi. She sat down, o oturdu. Lionel Croy hung about in his disengaged way. Lionel Croy hung about, yəni dolaşırdı ortalıqda boş-boş. In his disengaged way, yəni önəmsəmədən, yəni vecsiz halda, yəni ortalıqda gəzirdi. Howard there gözləyirdi. Yəni oturub bir yerdə gözləyirdi. Ki, as if sanki in consequence of her words, onun sözlərinə görə in consequence. Looking for a pretext to back out easily. Yəni bir bəhanə axtarırdı ki, asanlıqla geri çəkilsin, kənara çəkilsin. On which she immediately saw, hansı o bəhanə ki, o dərhal gördü ki, she had discounted, o göz ardı edib, gözdən qaçırdıb nəyi? As it might be called, əgər belə demək mümkünsə, what he had himself been preparing. Yəni onun özünün hazırladığı şeyi. He wished her not to come to him. O, yəni kişi cinsində he. Qadının ona yaxın gəlməsini istəmirdi. Yəni istəmirdi ona yaxınlaşsın. Still less to settle with him. Still less burada ifadədir. Yəni lap deməkdir. Hələ qaldı ki, yəni deməkdir. Üstəlik ümumiyyətlə deməkdir. Yəni ümumiyyətlə heç onunla yaşamasını belə istəmirdi. And had sent for her, və onu çağırmışdı ki, sent for. Yəni to give her up with some style and state. Yəni ondan ayrılsın, give up. Yəni ondan ayrılsın nə ilə? Biraz biraz üslublu, tərzli bir formada və təmtəraqlı bir formada ayrılsın. A part of the beauty of which, bu o gözəlliyin bir hissəsidir ki, bura nə daxil idi? However, lakin bura nə daxil idi? Was to have been sacrificed to her own detachment. Qızın özünün şəxsi soyuqluğuna, uzaqlığına, özünün yəni fədakarlığı idi. Yəni fədakarlığı olmuşdu.